Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olan Qərib Məmmədovun səsi gəlmir. Qərib Məmmədov 97-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001-15-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin sədri olub. İndi Mehdiyevin hüdudsuz torpaq sahələrinin siyahısı verilir. Qərib Məmmədovun sərəncamı olmasa o torpaqlara Ramiz Əndəroviç necə sahib çıxa bilərdi? Ramiz Əkə AMİA prezidenti təyin olunandan sonra Qərib Məmmədovun yanında xəcalətli qalmayıb. 2020-ci ildə Mehdiyev AMİA-nın müxbir üzvü Əlövsət Quliyevi Torpaqşünaslıq və Aqrokimiya İnstitutunun direktoru vəzifəsindən azad edib və onun yerinə akademik Qərib Məmmədovu təyin etmişdi. Bu barədə məlumatı sabiq deputat Etibar Əliyev paylaşıb. O qeyd edib ki, Ramiz Mehdiyevlə Qərib Məmmədov AMİA-nın əməkdaşlarının bağ sahələrini əllərindən alıblar. Dövlət babaya xəyanət edənlərə ar olsun deyə Etibar Əliyev qeyd edib.